Zamanında atmosfer bugün verilenler bazasının izahını vereceğim. Demək, verilenler bazasında neler var? Birinci olarak hakkında danışaq. Verilenler bazası anlayışı o deməkdir ki, yəni insanların belə deyək də məlumatları bir yerde toplamasıdır. Yəni bir bazada, baza rolunu oynuyor. Yəni düşünsək ki, gündən günə məlumatların sayı həddən artıq çoxalır və o məlumatları kompüterdə hardasa yadda saxlamaq üçün bizə təbii ki, verilənlər bazası çox önəmli iş görür. Bunu verilənlər bazasını yəni günümüzdə necə təsvir edə bilərik ki, işimizi nə qədər asanlaşdırır? Təsəvvür edin ki, bu qədər abituriyentlər imtahan verir və həmin o imtahan nəticələrini kağız formatında saxlayırlar. Təbii ki, kimsə həmin məlumatın nəticəsini əldə etmək istəyəndə, həmin öz kitabçısına və yaxud da öz məlumatı haqqında məlumat, o qədər məsələn minlərlə, bəlkə də yüz minlərlə məlumatın kitabın və kitabçıların içərisindən tapılmalıdır. Təbii ki, bunun üçün görün nə qədər vaxt və əziyyət lazımdır. Amma verilənlər bazası formasında olanda artıq elektron formada kompüterlərdə yadda saxlayanda hər kəsin sadəcə PIN kodunu, adını, soyadını əlavə eləməklə, axtarışa verməklə həmin şəxs haqqında imtahan nəticəsini öyrənmək saniyələr çəkə bilir. Yəni görün işi nə qədər asanlaşdırır. Vaxt itirmədən başlayaq. Verilənlər bazası informasiyanın saxlanılması ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı fayldır. Verilənlər bazası informasiya modelini yəni yaratmaq lazımdır ki, onun da məlumatları saxlayaq. Verilənlərin modeli nədir? Müəyyən qayda üzrə əlaqəsi olan verilənlərin yığınıdır. Ümumiyyətlə, verilənlər belə deyək də, təsadüfi şəkildə yadda saxlanılmır. Onun hər hansı bir modeli olmalıdır. Təbii ki, bu da zaman keçdikcə inkişaf edərək bu formaya gəlib çıxıb. Verilənlər bazasının 4 əsas modeli var. Burada qeyd olunub iyerarxik, şəbəkə, relyasiya və obyekt yönlü. İyerarxik model indi hər bir haqqında danışacağım. Kitabı da oxusanız daha ətraflı məlumat əldə edəcəksiniz. İyerarxik ağacvari deməkdir. Yəni e, yox, bir də burada da qeyd olunub ağacvari struktur. Ağacvari strukturda hər bir təpə olur və həmin təpələr sadəcə bir xəttlə bir-biri ilə əlaqələndirilir. Yəni hər səviyyə özündən aşağıdakı səviyyəni saxlayır və onlar arasında sadəcə bir yol olur. Yəni tutaq ki, səviyyələr arasında əlaqə ola bilməz. C1 ilə C2 arasında, yaxud B1 ilə C4 arasında, nə bilim C5 ilə A arasında belə bir əlaqə ola bilməz. Əks halda o iyerarxik şəbəkə olmayacaq. Deməli, səviyyələrə bölünür. Həmin səviyyələr də bir-biri ilə sadəcə bir yolla, bir tillə əlaqələndirilir. Hiyerarxik ağacın yalnız bir kök təpəsi olur və bu təpə ən yuxarı səviyyədə yerləşir. Bu modeldə hər bir yazısına kökdən yalnız bir yol var. Yəni mən A-dan C4 təpəsinə ancaq bir yolla gedə bilərəm. O da bu yoldur. Başqa yolla mümkün deyil. Və yaxud C3-ə ancaq bu formada gedə bilərəm. Ümumiyyətlə, ağacvari modeldə istənilən iki təpə arasındakı yalnız və yalnız bir yol var. İkinci şəbəkə modeli. Şəbəkə modeli iyerarxik modelə bənzəyir. Sadəcə orada artıq qarışıq şəkildə əlaqələr var. Yəni məsələn A1 ilə B2 ilə əlaqəsi olduğu kimi C3-ün B1 ilə əlaqəsi olduğu kimi C3-ün A2 ilə də əlaqəsi var. Və yaxud C4-ün B2 ilə əlaqəsi olduğu kimi C4-ün B3 ilə də əlaqəsi var. Burada artıq bir yox, bir neçə belə deyək, əlaqə ola bilər. Bu əgər bir neçə əlaqə varsa şəbəkə, yalnız bir əlaqə varsa bu iyerarxik modeldir. Relyasiya modeli relyasiya əlaqə deməkdir. Bir-birinin əlaqələnmiş cədvəllərdən ibarətdir. Demək olar ki, şəbəkənin belə deyək də cədvəl formasıdır. Bu modellərdə verilənlər bazasının mərkəzi obyekti cədvəldir. Yəni əsas vahid burada cədvəldir. Hər bir məlumatlar cədvələ yığılır. Demək, verilənlər bazasının sütunları, sahələr, sətirləri isə yazılar adlanır. Yəni sütunla sahə sinonimdir, sətirlə də yazı sinonimdir. Hər bir sahədə obyektin bir xarakteristikası, hər yazıda isə bir obyekt haqqında məlumatlar saxlanılır. Sahədəki xarakteristikanı əks etdirmək üçün verilənlərin tiplər haqqında danışacağıq. Mətin, ədəd, tarix, zaman və pul qeyd olunmalıdır. Relyasiya verilənlər modeli hökmən aşağıdakı xassələri özündə saxlamalıdır. Cədvəlin hər bir elementi bir verilən elementidir.
Cədvəlin ixtiyari sütununun bütün elementləri həmcinsdir. Yəni sütunun daxilində olan bütün elementlər eyni olmalıdır. Əgər bir sütunda ədəd, digərində mətn varsa, bu doğru deyil. Ya hamısı ədəd olmalıdır, ya hamısı mətn olmalıdır, ya hamısı tarix olmalıdır sütunun daxilində. Hər bir sütunun bənzərsiz adı olmalıdır. Yəni bir sütun təkrarlana bilməz. Məsələn, sütunun başlığı şagirdin adıdırsa, başqa sütunda şagirdin adı ola bilməz. Yəni ola bilər, eyni məzmun ola bilər. Məsələn, şagirdin ismi deyə bir şey ola bilər. Yəni əsas odur ki, simvollar eynisi olmasın. Cədvəldə iki eyni sətr ola bilməz. Yəni bir sətirlə digər sətr təkrarlana bilməz. Yəni hamısı təkrarlana bilməz. Ola bilər ki, məsələn, iki nəfər tutaq ki, Vəliyev Vəli var. Amma doğum tarixləri fərqli olmalıdır və yaxud ən azından yaşları fərqli olmalıdır və yaxud nə bilim ünvanları fərqli olmalıdır. Yəni o sətr daxilində hər bir şey eyni ola bilməz. Sətr və sütun istənilən ardıcıllıqla yerləşə bilər. Problem deyil. Yəni sətrlə istəsən birincini axırıncı yaz, axırıncını birinci və yaxud birinci doğum tarixini yaz, ən axırıncı sütunda da ad soyad yaz. Yəni onun heç bir fərqi yoxdur. Cədvəldə təkrarlanan adlar sütun ola bilməz. Onsuz unicode dedik. Yəni eyni şeydən onsuz təkrar düşür burada. Relyansiya cədvəlin əsas elementi, əsas belə deyək, əsası açardır. Yəni primary key deyirlər. Bu nə deməkdir? Yəni hər bir cədvəldə bir dənə təkrarlanmaz olmalıdır. Təkrarlanmaz nə deməkdir? Məsələn, bizim fin kodumuz. Hər bir şəxsin özünə xas təkrarlanmaz fin kodu var. Və yaxud hər bir maşına seriya nömrəsi. Və yaxud hər bir tələbənin tələbə kodu. Hər bir şagirdin utiliz kodu. Yəni bunlar heç vaxt təkrarlanmır. Ona görə hər bir evin ünvanı. Yəni bu təkrarlanmır. Ona görə də buna deyirlər əsas açar və hər bir cədvəldə də adətən bir dənə açar olmalıdır ki, yəni ona əsasən cədvəl qurulur. Keçirik cədvəllərin bir-biri ilə əlaqəsinə. One-to-one əlaqəsi var. One-to-many, many-to-many, one və many-to-many. One-to-one birin birədir. Yəni burada isə hər bir yazıya yalnız bir yazı uyğun gəlir. Məsələn, tutaq ki, buna nə nümunə verə bilərik? Məsələn, hər bir şəxsin bir fin kodu olur. Yəni ola bilməz ki, hər bir şəxsin iki dənə fin kodu olsun. İki ad ola bilər, iki soyad ola bilər, nə bilim, iki maşın ola bilər, amma hökmən bir dənə fin kodu olmalıdır. Və ya hər maşının bir dənə nömrəsi var. Təbii ki, o gedib sonradan dəyişdirsən də yenə də o köhnə çıxmalıdır ki, yenisi əlavə olunsun. İstənilən halda bir dənə olur. One to many. Bu nədir? Birin çoxa. Məsələn, bir adamın çoxlu kitabı var. Yəni bir abituriyentin çoxlu belə deyək dostları var. Bir müəllimin çoxlu şagirdləri var. Many to one çoxun birədir. Bu nə deməkdir? Çox, məsələn, çoxlu şəhərin bir ölkəsi var. Çoxlu rayonun bir ölkəsi var. Çoxlu kəndin bir rayonu var. Çoxlu məktəbin tabe olduğu bir qurum var. Bir nazirlik var. Belə deyə, belə yadda saxlaya bilərik. Və yaxud çoxlu kitabın bir müəllifi var. Bu formada da yadda saxlamaq olar. Many to many isə bu artıq çoxunun çoxunadır. Yəni bu nə deməkdir? Çoxlu tələbə çoxlu universitetdə oxuya bilər məsələn. Eyni zamanda paralel təhsil kimi götürsək, tutaq ki, bir iki universitetlər tərəfindən bu olur. Çoxlu tələbə həm tutaq ki, deyirəm, Bakı mühəndislikdə oxuyur, həm Koreya Universitetində oxuyur. Bu çoxun çox əlaqəsi kimi deyə bilərik. Bu abituriyent cədvəlində, yəni imtahana düşən sual tiplərindən biri budur. Cədvəl tipində. Deməli, biz burada cədvəlləri bir-birinə əlaqələndirməliyik. Deməli, açar sözləri tapmalıyıq. Məsələn, ali məktəblər kodunun nəyi var? Ali məktəb kodu var. Bir də ali məktəbin adı. Ali məktəbin adı təkrarlana bilsə də, ali məktəbin kodu təkrarlanmaz. Ona görə mən bu cədvəllə ali məktəbin kodu cədvəl. Bunu əlaqələndirərəm. Sonra baxıb görürəm digər cədvəl. İxtisasın kodu ixtisas cədvəlində. Deməli, ixtisasın kodu ilə də ixtisasın kodu buradan əlaqələnə bilər. Məsələn, biz buradan belə deyək, nəticə çıxarda bilərik ki, birinci abituriyent kodu 1 olan iş nömrəsi budur. Müslümzadə Səiddir. Onun ixtisas kodu 1-dir. İxtisas kodu da 1 olan kompüter elmlərdir. Ali məktəb kodu da 1-dir. Deməli, Bakı Dövlət. Deməli, Müslümzadə Səid Bakı Dövlət Universitetində kompüter elmləri oxuyur. Yoxdur, İbi Yevəli 1-2. İxtisas kodu 1 kompüter elmləri ADA-da oxuyur bu. Aslanov Qüdrət informasiya təhlükəsizliyini harda oxuyur? ADA-da oxuyur bu formada. Obyekt yönlü model haqqında qısa məlumat var. Yəni bundan demək olar ki, istifadə olunur. Bu model relyasiyalı modeldən yeni verilənlər tipinin yaradılması ilə fərqlənir. Elə sadəcə bu cümlədir. Yəni heç buna aid
Əlavə məlumata da ehtiyac yoxdur. Verilənlər bazasının idarə olunma sistemləri təbii ki, bu məlumatları yadda saxlamaq üçün bir sistem lazımdır. Həmin o məlumatları təkcə yadda saxlamaq yox, onları emal etmək də gərək olur. Bunun üçün bəzi proqramlaşdırma dillərinin köməyi lazımdır. C++, Python, Pascal və sair və sair və sair. Verilənlər bazasının idarə etmə sistemləri dedikdə isə həmin bunların yaradılması, redaksiyası, emalı üçün xüsusi bir proqram toplusudur. Həmin proqram topluları nə edəcək? Verilənlər bazasının strukturunu, yəni verilənlər bazasını yaradacaq, ora məlumatları əlavə edəcək, verilənləri düzəldəcək, əgər ehtiyac varsa redaktə silmək, yazmaq, bunları eləyəcək və vizuallaşdırmaq isə bir-biri ilə olan əlaqəni ekranda cədvəl formasında göstərməkdir. Bunun üçün hansı proqramlar var? Access proqramı var, MySQL var, Postgres SQL var, Oracle var, Yukon var, Database var və s. və s. İndi biz ən çox Access proqramından danışacağıq. Çünki imtahan suallarımızın modelində Access-dən hökmən 2 dənə sual gəlir. Access cədvəlində özünə xas, belə deyək, imkanları var. Access cədvəllərdə milyonlarla yazı saxlamağa və onları emal etməyə imkan verir. Yəni biz eyni anda bir neçə milyon məlumatı hətta eyni anda yadda saxlaya bilərik. Access onlarla istifadəsinin verilənlər bazası ilə eyni zamanda işləməsinə imkan verir. Bu zaman hər bir istifadıcı başqalarının bazaya etdiyi dəyişiklikləri dərhal görə bilir. Məsələn, bunu nümunə deyə bilərik bank sistemin. Məsələn, hər bankın özünün sistemi var və həmin sistemin də gör nə qədər işçiləri var. Yəni bu məsələn Azərbaycan bölgələrində də olan filialları nəzərə alsaq, eyni zamanda bütün işçilər həmin sistemdə işləyirlər və bütün məlumatlar da eyni zamanda yadda saxlanılır və bütün məlumatlarda hər bir işçilər görə bilir. Və cari redaktə bitdikdən sonra isə avtomatik olaraq yadda saxlanılır. Yəni əgər nə isə bitirdiysə təsdiqləyən kimi avtomatik sistemə düşür. Access proqramında cədvəllər əvvəlcədən təyin olunmuş struktura malikdir və eyni sütunda fərqli tipli verilənlər saxlamaq olmur. Bu onsuz dedik ki, verilənlər bazasının əsasıdır. Hər bir sütunun içərisi eyni olmalıdır. Access proqramının cədvəllərində birbaşa hesablamağa aparmaq olmur. Bunun üçün sorğulardan istifadə edilir. Bu gün Access proqramının pəncərə görünüşüdür. Heç ümumiyyətlə pəncərə görünüşündən sual düşmür deyə bunlar haqqında danışmağa ehtiyac yoxdur. Əsas hissələr bunlardır. Gəldi indi verilənlər tipləri hansılardır? Hansı məlumatlar yadda saxlamaq olar? Text tipi, text mətindir və mətnin ölçüsü 1,155-ə qədər simvol ola bilər. Mətin deyəndə siz bura kompüterdən, klaviaturdan yazdığınız yazılar aiddir. Onun təbii ki, daxilində rəqəm də ola bilər. Amma number tipində isə siz ancaq ədəd daxil edə bilərsiniz. Yəni, belə deyək də, tam ədəd, kəsr ədəd, hər bir şeyi yaza bilərik. Fərq odur ki, tam ədədlərdə onsuz kəsr hissə olmur, amma həqiqi ədədlərdə, yəni kəsr hissələrdə sonuncu halda sahənin uzunluğundan başqa həm də onun onluq hissəsini də vergüldən sonraki rəqəmlərin sayını da hökmən yazmaq lazımdır. Date time bu zamandır, yəni bizə tarixi verəcək vaxtı. Məsələn 25.02.24. 2024 fərqi yoxdur. Avtonom bir sayğacıdır. Bu avtomatik sütunu sayır, daha doğrusu sətirləri sayır, nömrələyir avtomatik olaraq. Currency biz pul vahidini burada qeyd edə bilərik. Vahid olaraq da manatı, qəpiyi, funtu, dolları seçə bilərik. Və yanında həmin pul vahidinin işarəsi adətən qeyd olunur. Memo uzun yaddaşdır. Bu da nə deməkdir? Text tipi yadda saxlanılır. Burada əlavə məlumatdır. Yəni bunun ölçüsü 1-dən 255-ə qədər yox. Biz burada 65536 sayda simvol saxlaya bilərik. Yes, no nədir? Yes, no yalnız 2 qiymət alır. Hə, yox, belə deyək. Tutaq ki, ailə vəziyyətini soruşa bilər, evlisinizmi? Hə, yox. Və yaxud ödənişli oxuyursunuzmu? Hə, yox. Bu formada. Ancaq ikili cavablı olan suallar. Attachment qoşmadır. Biz qoşma bu nə deməkdir? Biz bura kənardan hər hansı bir fayl tutaq ki, şəkil əlavə eləmək, özün haqqında məlumatı Word-dədirsə, Word faylı əlavə eləmək, hər hansı siyahıdadırsa, Excel fayl əlavə eləmək üçün attachment-dən istifadə olunur. Attachment tipində hökmən qısqaç işarəsindən, yəni skript işarəsindən istifadə eləmək lazımdır. Hyperlinkdə hiperistinadlar saxlanılır, yəni linklər. Hər hansı tutaq ki, Wikipediadan məlumatlar əldə eləmisənsə, onun linkini də əlavə eləmək lazımdır. O zaman hyperlinkdən istifadə olunur. Bunlara ehtiyac varmı görək?
Bunlara hələ ki ehtiyac yoxdur. Deməli, hə, cədvəlin strukturunu yaratmaq üçün bizə field alətlər zolağından yerləşən view düyməsi çıqqıldadılır və açılan siyahıda müvafiq rejim seçilir. Deməli, həmin siyahıda biz nələri yazmalıyıq? Design view rejimində keçərək sahənin adını yaza bilərik, field name, tipini yaza bilərik, data type, bir də təsvir, description. Biz bunları qeyd eləməliyik. Yəni field name sütunun adıdır, yəni sahədə də sütundur. Sütunun hansı ədləri verirsə oradan yazırıq. Sütunun tipini data type-da təyin edirik. Yəni tutaq ki, mətn olacaq, ədəd olacaq və s. və s. Description-da da təsvir edəcək ki, məsələn, tutaq ki, qısa qeyd yazırsan ki, bu xana nə üçündür? Yəni altdırsa ad yazılmalıdır, doğum tarixidirsə siz yaza bilərsiniz ki, bunu hərflərlə yazın və ya nə ilənsə bu formada. Sonra bunu save etdikdən sonra isə avtomatik olaraq belə oradan başlıca açar da təyin edirik. Yəni hansı təkrarlana bilməz. Ondan sonra feed name sütunundakı bu açar işarəsini burada xüsusi açar işarəsi göstərilir. Və save eləməklə avtomatik cədvəli yarada bilərik. Cədvələ baxış rejimi isə konstruktor rejimindədir. Yəni biz artıq e, dizayn rejimindən çıxandan sonra, yəni buradakı dizayn view'dan çıxandan sonra avtomatik olur konstruktor bölməsi. Bunlara ehtiyac yoxdur. Cədvəllərin bir-birinə əlaqəlisidir. Ehtiyac yoxdur. Baxaq görək. 10.1 verilənlər bazası modeli deyil. Biz qeyri-xətti deyə bir model demədik, amma 4-ü var idi. Verilmiş model verilənlər bazasının hansı strukturuna aiddir? Baxıb gör ki, burada ən azından iyerarxi oxşayır, amma burada bir-birinə əlaqə olduğuna görə şəbəkədir. Daha çox relyasiya verilənlər bazasından dəqiq analoqudur. İki ölçülü cədvəl. Ona görə olacaq A variantı. İndi keçək sorğular və formalar necə yazılır. Yekunlaşdırıcı, hə, sorğu query-dir. Yəni query-lərdən istifadə olunur. Bizə lazım olan məlumatları emal etmək üçün hökmən sorğulardan istifadə etməliyik. Burada bir də var ulduz və sual işarəsi. Ulduzla sualın fərqi nədir? Bunu biz bir dəfə demişdik əməliyyat sistemində. Ulduz o deməkdir ki, həmin ulduzun yerinə biz istənilən sayda simvol yaza bilərik. Sual odur ki, ancaq ora bir dənə biz məlumat yaza bilərik. Yəni bir dənə simvol yaza bilərik. Baxaq görək, məsələn, tutaq ki, mən yazıram ki, adına Ə ulduz. Ə ulduz o deməkdir ki, bu adı Ə ilə başlayan bütün adamlar ola bilər. Əli, nə bilim, Ələkbər, Əlməmməd və s. və s. Amma mən yazsam ki, sual. Bu o deməkdir ki, biz ada ancaq üç hərfli Ə ilə olan götürə bilərik. Məsələn, nümunə olaraq Əli adı uyğun gəlir bu formada. İndi deyir, informatika adlı kitabları tapmaq lazım gələrsə, sorğu hansı şəkildə olacaq? İnformatika, əgər mənə lazımdırsa informatika, mən onda kitabın adı yazıram, informatika və salam. Deməli, informatika adında olan bütün kitablar çıxacaq. Deyir, axırıncı 5 ildə çap olunmuş. Axırıncı 5 ildə çap olunubsa, təbii ki, mənə nəşr ili lazımdır. O zaman yazırıq ki, tutaq ki, indi adım bunların həmin bölmə sütunun adını cari il nəşr yazılıbdır, düzdürmü? Cari il və nəşr il. Yəni mən son 5 ildə demək nə deməkdir? Mən indiki ildən nəşr olunduğu ili çıxmalıyam. Əgər alınan fərq 5-dən kiçik bərabərdirsə, deməli o son 5 ildə çap olunub. O zaman sən sorğunu belə yazırsan ki, cari il çıxılsın nəşridir, kiçik bərabərdir 5. Və yaxud da kitabxanada i hərfi ilə başlayan kitablar. O zaman bayaq dediyim kimi, mənə fərqi yoxdur, nə ilə alır olsun, amma i ilə başlasın. O zaman yazırıq i ulduz. Bir də var, məsələn, deyir, adında informatika və informasiya sözləri olan kitablar. O zaman adında deyir. Demir adı belə olan. Adla, informatika, informasiya əvvəlində də ola bilər kitabın, sonunda da ola bilər adının. Onun üçün əvvəlinə ulduz yazırıq, sonuna da ulduz yazırıq. Çünki informatika fərqi yoxdur. Ulduz boşluq da ola bilər, heç bir simvol da ola bilər və yaxud 100 dənə simvol da ola bilər, fərqi yoxdur. Yəni əsas odur ki, informatika və informasiya sözünün əvvəlində və sonunda ulduz olsun və informatika ilə informasiyanın hansı hərflər fərqlidir? T, bir də Y. T ilə K, S ilə Y. Yəni, amma hökmən burada bir dənə simvol olmalıdır. Bir dənə simvol olduğuna görə hərəsinin yerinə bir dənə sual işarəsi qoyulur. Bunda o zaman suallar olacaq.
bu formada. Sadə bu sorular sadə sorularda, mürəkkəb sorularda isə bir neçə sorğu eyni zamanda istifadə olunur. Kitabın adına məsələn bu formada və cari nəşr ildə 3 ildən kiçikdir və ortaya da ənd yazılır. Ənd işarəsi nə deməkdir? Və deməkdir. Yəni hər ikisi doğru olmalıdır. Müəyyən şərti ödəməyən yazıları tapmaq üçün isə notdan istifadə olunur. Həmin sorğunun qabağına not yazsaq, o həmin sorğunu inkar edəcək. Not simvolunun əvəzinə belə deyək, kiçikdir, böyükdür simvol işarələrini də qeyd etmək olar, fərqi yoxdur. Məsələn, nümunə kimi deyək ki, kitabxanada adında informatika sözü olmayan. O zaman kitabın adı not informatika. Ulduz. Çünki adında deyir. Və yaxud belə də yaza bilərik. Not kitabın adı bərabərdir, ulduz informatika ulduz. Bu demək ki, kitabın adı informatika olanları tap, yəni adında informatika sözü olanları tap. Amma onları inkar elə, çıxartma ekrana. Yəni not bunun üçün istifadə olunur. Burada formalara ehtiyac yoxdur. Bunlar qalsın. Vəssalam. Demək olar ki, bitmək üzrədir. Hə, gəlir indi çeşidləmə məsələsi. Çeşid əsas hissələrindən də biri buradır. Çeşidləmədə nə artma azalma sırası verə bilər bizə. Əgər ascending-dirsə artmadır, descending-dirsə azalma. Baxır, A-dan Z-yə gedirsə artır, Z-dən A-ya gedirsə azalır. Bir də remove sort var. Remove sort isə edilmiş bütün çeşidləmələri ləğv eləyir və yazılar ilkin yerləşdirildiyi ardıcıllıqla düzülür. Artma sırası ilə çeşidləmə zamanı verilənlər aşağıdakı qaydada düzülür. Birinci ədədlər necə düzülür? Ən kiçikdən müsbətə doğru. Mətn əlifba sırası ilə. Yəni birinci ədədlər, sonra işarələr, sonra hərflər bu formada düzülməlidir. Tarix və zaman da əvvəldən axıra kimi, yəni ardıcıllıqla düzəlir. Sonra baxaq hesabatlar. Bunlara da ehtiyac yoxdur. Ümumiləşdirici tapşırıqlara görək nə var? Mətn sahəsi maksimum neçə simvoldan ibarət ola bilər? Dedik, mətn sahəsi maksimum 255-dən ibarət tekstdən söhbət gedir. Müəllim və şagirdlər arasındakı əlaqə nədir? Baxaq, müxtəlifin birinə, heç birinə belə bir şey ola bilməz. Müəllimin çoxlu şagird ola bilər. Ona görə birin çox adım. Aksesin informasiyalarını burada indi əslində biraz qarışıqdır. Məsələn, bir şagirdin çoxlu müəllimi də ola bilər. Yenə də birinin çoxlu məlumatını götürə bilər. Amma ümumi şagirdlərlə ümumi müəllimləri götürsək, müəllimlər və şagirdlər, onda olardı çoxun birə, çoxun çoxa. Aksesin informasiyalarını yazılar və sahələr şəklində saxlamaq üçün nəzərdə tutulmuş obyektin necə adlanır? Cədvəl adlanacaq. Yəni, baxaq, informasiyalarını yazılar və sahələr şəklində, bəli, cədvəldir. Yazılı sahə deyəndə sətr sütun. Tel cədvəldə əmək haqqısı 500 ilə 1000 arasında olan siyahını çıxartmaq üçün. 500 ilə 1000 arasında deyir. Yəni 500-dən çox olsun, 1000-dən az. Biz bunu yazarıq? 500-dən çox və 1000-dən az. Ona görə mən bunu A variantına baxaq. Deyir 500-dən çox olsun, 1000-dən az olsun və onlarda hər ikisi doğru olsun. Hər ikisi doğrudursa bəli, A variantı. D variantına tərsinədir. 500-dən az, 1000-dən çox. B variantı deyir ki, həm 500-dən çox olsun, həm də 1000-dən az olsun. Or. Burada amma necə ola bilər ki, yəni 500 ilə 1000 arasında olmaq və ya or məsələsi ödəməyəcək də. Yəni 500-dən çox məsələn 10.000 də ola bilər. 10.000 axı bunu ödəmir. Yəni bonus şərti ödəmir. Hər ikisi ödəməli sökmək və olmalıdır. Ona görə ordinal gedir. Burada 500-dən kiçik bərabər 1000-dən kiçik bu da ödəmir. Verilənlər bazasında bir münasibət üzərində hansı əməliyyat aparıla bilər? Cədvəl üzərində biz onları əlaqələndirə bilərik. Deyir indi 6-cı. Verilənlər bazasında fizikası 5 olsun. Demək bu cədvələ bu sorular seçilir plus minus işarəsi ilə. Fizikası 5-ə bərabər olan hansılardır? Budur. Yəni birinci ilə 4. Bunun cavabı 1, 4-dür. Or işarəsi birləşmə deməkdir. Birləşmə, informatikası 5. İnformatikası da 5 olan hansılardır? 1, 2, 5. Mən 1, 4 ilə 1, 2, 5-i birləşdirsəm cavab nə alınar? 1, 2, 4, 5. Bu birinci mötərizədir. Və həmişə də yadınızda saxlayın ki, mötərizələr varsa birinci mötərizələrin içərisəlli olmalıdır. Təbii ki, mötərizə ardıcılı olanda fikir verməliyik. Sonra deyir və kəsişmə deməkdir.
Riyaziyyatı 5 olan. Riyaziyyatı 5 olan kimlərdir? 2, 3, 4. İndi mən 1, 2, 4, 5 ilə 2, 3, 4-ü nə etməliyəm? Kəsişdirməliyəm. Hər ikisində olan nə var? 2 ilə 4 var hər ikisində. Deməli, bunun cavabı nə olacaq? 2 və 4. Sonra şərtinə baxmaq lazımdır. Bəzən hansı yazacaq bilir, bəzən deyir neçəsi. Ona görə hansı dediyinə görə konkret nümunələri götürürük. Burada nədir? Buna baxaq. Hansı yazılar? 262 olan. 262 olan var mı? Var. 2, 4. Demək, bunun cavabı 2, 4. Ordusa birləşmə deməkdir. Birləşdir. Bananı 54-dən böyük olan 1, 3, 5. 2, 4 ilə mən 1, 3, 5-i birləşdirsəm nə alınacaq elə? 1, 2, 3, 4, 5. Və deyir, vədəcə kəsişdirəcəm. Nəyinə? Ananası 40-dan kiçik olanları tapıb inkar edəcəm. Ananası 40-dan kiçik olanlar 1, 1, 5. Mən 1 ilə 5-ə bu şərti ödəyir. Amma inkar eləmək o deməkdir ki, 1 ilə 5-i götürmə, digərlərini götür. O zaman 1 ilə 5-i götürmürəmsə nə qalır? 2, 3, 4. Mən 1, 2, 3, 4, 5 ilə də 2, 3, 4-ü bir kəsişdirsəm ortaya nə düşəcək? Yəni ortaq olan 2, 3, 4 bu formada. Deyək, sayda isə amma 3-ünü götürəcək hər ikisində olan. Beləcə, bu da çeşidləmə məsələlərinə də baxaq. Deyir ki, iş stajına görə azalma ilə. İş stajı haradadır? Buradadır. İş stajına görə azalma eləsək, iş stajı nə demək? Çoxdan azad oluncudur. O zaman ən birinci düzüləcək 7 olan, daha doğrusu 8 olan. İkinci düzüləcək bura 3, 4, 5. Azalmaya görə çeşidlədik. 50 neçənci olacaq? 50 hardadır? O zaman 50-yə düşəcək 4. Bunun cavabı olacaq 4. Cədvəllər arası əlaqə hansı cədvəllər hansı sahə arasında qurula bilər və əlaqənin tipi necə olacaq? Təbii ki, reqressiyadır cədvəl olaraq əlaqə tipi. Biz nə ilə? Vəzifə kodu ilə vəzifə kodunu eləyə bilərik. Və sonra başqa heç bir şey eləyə bilmərik. Bunlardan bir-biri ilə əlaqə qura bilmərik. Deyir, iş stajı 5-dən kiçik olan sorğusunda alınan cədvəldə işçilərin maaşları cəmən tapın. İş stajı 5-dən kiçik olanlar kimlərdir? 5-dən kiçik bərabər Əlidir və Kamaldır. Əlinin vəzifə kodu 1-dir. Əlinin vəzifə kodu 1-dirsə, deməli 50 1460 manat maaşıdır. Eyni şəkildə Kamal. Kamalın da iş stajı 5-dən kiçikdir, onun da vəzifə kodu 1-dir. Deməli, onun da maaşı 1460-dır. O zaman 1460-ı da 2-yə vursaq, eləyər neçə? 2920. Bu qədər. Belə bu bölmənin izahını verdik. İnşallah növbəti bölmələrdə görüşənədək.